Stolun üzərində 3 kub var. Hər birinin kütləsi 1,5 kiloqram, tili isə 30 santimetrdir. Onları bir-birinin üzərinə qoymaq üçün nə qədər iş görmək lazımdır? Əvvəlcə bir kubun potensial enerjisini tapaq. Əgər tili 30 santimetr veribdirsə bizə, onda onun kütlə mərkəzindən yerə qədər olan məsafə bunun yarısı, yəni 15 santimetr olacaq. Onda onun potensial enerjisi olacaq mgh düsturuna əsasən kütləsi 1,5 J10, H-daki 15 santimetr. Bu da eləyəcək 2,25 joule. Aha, hər bir kubun hal-hazırda bu qədər potensial enerjisi var. Kublardan birini götürüb digərinin üzərinə qoyub onun potensial enerjisini hesablayaq. Çünki artıq onun potensial enerjisi dəyişdi. Deməli, kubun tili 30 santimetr, bura 30 olacaq. Buranın da yarısı 15-dir. Yəni, ümumilikdə hündürlük olacaq 45 santimetr. Və bu dəfə potensial enerji olacaq M, J, H-ın yerinə bu dəfə 45 santimetr qoymalıyıq. Onu da metrə çeviririk. Bu da olacaq 6,75 joule. Əvvəl potensial enerjisi 2,25 idi, sonra oldu 6,75. İş potensial enerjinin dəyişməsidir. Bu da olacaq 4,5 joule. Daha sonra biz 3-cü kubu da gətirib yenə bunun üzərinə yerləşdiririk və onun potensial enerjisini hesablayırıq. Onun kütlə mərkəzindən yerə qədər olan məsafəni tapmalıyıq. Yəni, söhbət bu məsafədən gedir. Burada 30-dur, burada 30-dur, bura isə 15-dir. Kütlə 1,5 J10, H-daki bu dəfə 30, üstə gəl 30, 60, üstünə də 15 gələndə 75 vurulsun, 10 üstü -2 olacaq. Bunun da cavabı belə elədi. Aha. İndi əvvəl potensial enerji buydu, sonra budur, dəyişməsin. Bu da olacaq 9. Aha. Deməli, birinci iş budur, ikinci də bu. Və indi bunları cəmləyirik. 4,5 üstə gəl 9. 13,5 elədi.